Xəyal maylər niyə deyəsən çox məşq edib yorulmusan ha. Əşrəli mağlar var, yəni müasir Azərbaycan uşaqları. Maqlar var, yəni müasir Azərbaycan qadınları. Maklar var, yəni müasir Azərbaycan kişiləri. Niyə də maylar olmasın? Hətta muaqlilər də var. Maylar da o deməkdir ki, müasir Azərbaycan idmançıları. Ha, bu sözün mənası indi mənə çatdı. Amma sən daha deyən hamısını müasirləşdirmirsən də xəyalə. Amma maql sözü mənə çatmadı. Maql axı meşədə yaşayan biri olub, hətta insan gönlünə təşvişə düşüb. Düz deyə elə olub vaxtı ikən cavanlığında, amma o həmişə özünə məxsus idmanlarla məşğul olub və həmişə formunu saxlayıb. Və mən amma onun məşğul olduğu idmanları sadalamaq istəmirəm, çünki verilişimizin vaxtı buna bəs eləməz. Mən salamlaşmanın davamı olaraq onu demək istəyirəm ki, idmançılar, xüsusilə də handbolçular, atıcılar, ox atanlar və hətta bowling həvəskarları. Maq başladı. Niyə görə ox atanları, handbolçuları, atıcıları xüsusilə vurğuladığımızı bilmək istəyirsinizsə, maqi sona da baxın. Çünki maqlarımız bu idman növləri haqqında süjetlər hazırlayıblar, amma süjetlərimizdə verilişin irəliləyən dəqiqələrində baxacağıq. Düz süjetlərə baxacağıq, amma əli yenə də həmişə kimi mövzunu təqdim eləmək yadımızdan çıxıb. Xəyal, məncə maqlarımız artıq bildiyi söhbət nədən gedir. Mövzumuz isə idmançı maqlardır. Mövzumuzu da təqdim elədiyimizə görə təklif edirəm ki, gəlin süjetlərimizə baxaq. Xəyal, ilk süjetimiz deməli rayonlarda, bölgələrimizdə olan idmanın inkişafına həsr olunub. Mən İsmayılda olarkən bu yaxınlarda İsmayılda oldum və orada İsmayıl rayonunun idmançılarına göstərilən qayğıyla yaxından tanış oldum. İsmayılda idmançılar üçün yaradılan şəraitlə yaxından tanış oldum və o haqqda süjet hazırladım. Düzdür, mən başa düşmədim əlinin bu soyuqda, qışın şaxtasını donmaq, bayırda, küçədə bu cür havada əlinin İsmayılda nə işi var idi. Amma süjetə baxandan sonra öz fikirlərimi mütləq bildirəcəm. Gəl elə əlinin süjetinə baxaq. Ölkəmizin hər yerinin, hər zonasının xüsusi gözəlliyi var. İsmayılı rayonu da öz qədimliyi, səfalı güşələri ilə sevilib seçilən rayonlarımızdandır. Böyük Qafqaz dağlarının cənub yamaclarında yaşıllığa qərq olan İsmayılıda üzüm istehsalı, turizm istirahət mərkəzi, telekommunikasiya qovşağı, şərab, beton və asfalt zavodları var. Bir sözlə günün gündən daha da inkişaf edən rayona ayaq bastığın andan heyran qalırsan. İsmayılıda həm də 1995-ci ildə yaradılan Gənclər və İdman İdarəsi fəaliyyət göstərir. İdarə 15 idman növü üzrə bölmələrdən ibarətdir. Həmin bölmələr gənclər siyasətinin həyata keçirilməsi və idmanın inkişafına xidmət edir. Təbii ki, bütün bunlar Gənclər və İdman Nazirliyi və rayon icra hakimiyyəti tərəfindən razılaşdırılmış iş planına uyğun olaraq həyata keçirilir. Onların fəaliyyəti təkcə bununla bitmir. İdarə bu günədək atletika, judo, futbol, handbol, voleybol, karate, şahmat, sərbəst güləş, sambo idman növləri üzrə respublika çempionlarını və beynəlxalq yarışların qaliblərini üzə çıxardı. 2012-ci il idman ili elan olunması ilə əlaqədar bildirmək istəyirəm ki, İsmayıl rayon Gənclər və İdman İdarəsi hər rübdə bir dəfə olaraq bütün kənd yaşayış məntəqələrini idarə müəssisə təşkilatları əhatə etməklə idman aylığı keçirilir və bu idman aylığında bütün gənclərimiz, həm qızlar, həm oğlanlar deməli müxtəlif idman növləri üzrə öz qüvvələrini sınayırlar və bunlar rübün sonunda, idman aylığının sonunda qaliblər İsmayıl rayon İcra Hakimiyyəti və İsmayıl rayon Gənclər İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə mükafatlandırılırlar. İsmayılı rayonunun ən qədim kəndlərindən biri olan İvanovka kəndində də idmanın inkişafı üçün hər cür şərait yaradılıb. Yeni tikilib istifadəyə verilən futbol, voleybol, basketbol, handbol meydançalarında buna əyani sübutdur. Gənclər burada asudu vaxtlarını əyləncəli və daha səmərəli keçirirlər. İvanovkanın kənd qızlarından ibarət handbol komandası yaxınlarda keçirilən yarışlarda respublikada 3-cü yeri tutdular. Həmçinin judoda, sərbəst güləşdə həm qızlar, həm oğlanlar arasında keçirilən yarışlarda Azərbaycan çempionlarımız artıq çoxdur. Bunlar da onu göstərir ki, İsmayılı idmanda, İsmayılı gənclərinin idmana marağı var və idman nailiyyətləri daha da gündən-günə yüksəlir. Düzünü desəm, İsmayılının qədim kəndlərindən olan İvanovka kəndində belə meydançanın fəaliyyət göstərməsi məni təəccübləndirdi. Dövlətimiz tərəfindən belə şəraitin yaradılması İvanovka gənclərində idmana olan marağı daha da artırdı. Maraqlı sujet idi, maraqlı kənd idi, amma İvanovka adında kənd birinci dəfə eşidirəm. Yox, hələ mən bu İsmayıl haqqında, ümumiyyətlə İvanovka kəndi haqqında əvvəldən məlumatım var idi, amma onu deyim ki, təəssüratlarım çox yüksək oldu, əla oldu. Yeri gəlmişkən elə idman növləri də var ki, yəni bilməm nə dərəcədə bunu idman növü adlandırmaq olar, amma əyləncə xarakteri daha çox daşıyır. Yəni insanlar buna hətta stres ata bilirlər. Xəyalə mən başa düşdüm artıq sən nədən danışmaq istəyirsən. Maqlarımız xəyallərin danışdığı idman növü bowlingdir. Düzdür, nə dərəcədə bowlingi idman növü adlandırmaq olar yoxsa yox, amma biz bunu adlandırmışıq. Hətta bu yaxınlarda maqlarımızla bir yerdə əyləncə mərkəzlərinin birində bowling də oynamışıq. Həm əyləncəli vaxt keçirmişik, həm də maraqlı bir süjet hazırlamışıq.
Arada nəfəs də al. Aliyev bilirəm ürəyi doldu, deməyə sözlərin də çoxdur. Amma həmin bu bizim ağlaşmalı bowling səhnələrimizi maqımız Aygün lentə alıb və sujet hazırlayıb ondan. Gəlin də onun süjetinə baxaq görək necə süjet çıxıb. Baxaq elə onu da deyim ki, Aygünə olan sevgimin nə dərəcə çox və ya az olduğunu mən sizə sujetə baxandan sonra qərar verəcəm. Görün mən orada ağlaşmalarımı hansı. Ha, onda gəl baxaq, sənin rəyini sonra bildirərsən. Baxaq. Bowling həm əyləncə, həm də idman növü kimi bütün dünya gənclərinin marağındadır. 1875-ci ilə qədər qaydalara müəyyən olmayan bowlingin yalnız 1895-ci ildə Amerikan Bowling Konqresində keçirilən toplantıda bir çox qaydaları bəlli oldu. Hansı ki elə indi də biz bowlingi həmin qaydalarla oynayırıq. O nə qədər əyləncəli görünsə də, əslində son dərəcə ciddi bir strategiya idmanıdır. Çoxsaylı oyunçusu olan bowling həm də olimpiyada idmanı olmaq yolunda irəliləyir. Elə biz maqlar da yorğun iş günündən sonra belə qərara gəldik ki, bowling oynayıb günün stresini üzərimizdən ataq. Ancaq düşünməyin ki, bowling oynamaq asandır. Bu oyunun da özünə məxsus, hətta bəzən qarışıq görünən qaydaları var. Burada hər oyunçu cəmi 10 dəfə vuruş edə bilər və onun məqsədi cəmi 2 atışa kegli adlanan bu daşları dağıtmaqdır. Hər atışdan əldə olunan ballar toplanılır. Oyuncu ikinci atışda bütün kegliləri aşırdırsa, spike adlanan işarə görünür. Əgər ikinci atışda bütün kegliləri aşırmırsa, yalnız aşırılan kegli sayı qədər ballar toplanılır. Bütün keglilərin ilk atışda aşması X ilə ifadə edilir və bu strike adlanır. Strike edən oyuncu ikinci atış etmir və sırası gəlinə qədər bal qazanmır. Oyuncu kegliləri müxtəlif çəkili xüsusi toplarla vurur. Maqların bowling əyləncələri hələ ki davam eləyir. Gördüyünüz kimi monitorlarda birinci komandada Fariz, ikinci komandada isə Leyla öndədir. İki komandaya ayrıldığımız oyunda çox gərgin və əyləncəli mübarizə gedir. Efirdən tanıdığınız və sevdiyiniz maqların necə əyləndiyini isə özlərindən eşidəcəksiniz. Hal-hazırda çox super bir əhval-ruhiyyəm var, çünki hamıdan qabaqdayam. 82 xalla, bu da mənim uğurlu topum maqlar. Yəni belə də olmalıydı da. Mənim keyfim heç yoxdur, çünki mən uduzuram. Artıq neçənci dəfədir ki, heç bir top vura bilmirəm. Yəni, uğursuzluğum bugün üzərimdədir. Amma orada bizim komandada çox xal qazanıblar. Yəni, mən axırıncı sıralardayım, keyfim çox güzel, amma super əyləncədir. Biraz taktika lazımdır ki, hansını necə vurmağı öyrənmək, amma çox maraqlı oyun. Gördüyünüz kimi biz bugün yerdə maqlarımızı əyləndirik. Həm bowling, həm idman da həm əyləncədir. Biz də mən o qədər yaxşı nəsə göstərmədim, ancaq inanıram ki, komandamız bugün qalib gələcək. Çox əylənirəm, maqlarla bir yerdə olmaq mənə zövq verir. Baxmayaraq ki, birinci dəfədir bowling oynayırdım, amma ikinci yerə çıxmışam. Bilirsiniz, heç Allahın üstündə düşmədim. Hamısı bu topa görəydi. Hepsi! Yolcu! Ben heç demədim. Bu topa görəydi hamısı, Fariz. Nəhayət komandalar arasında mübarizənin qalibi məlum oldu və qalib mənim də üzv olduğum MAQ 1 komandası oldu. İdman növləri çoxdur, lakin həm əylənmək, həm də fiziki sağlamlıq üçün ən yaxşı vasitələrdən biri məhz bowlingdir. Əgər hələ də istirahət etmək üçün hansı vasitəni seçəcəyinizə qərar verməmisinizsə, bowlingi mütləq sınayın. Maqlar bowlingdə! Dəhşət oynamışıq amma. Yaxşıdır görə Aygün olan sevgin nə dərəcədə dəyişdi? Dəyişmədi. Elə sevirəm də bu qızı da. Xəyali biz sərdən süjetlərə baxırıq, amma məncə hələlik kifayətdir, çünki bizim bugün qonağımız da var. Əlbəttə ki, qonaqsız maq olar. Gəl elə temponu biraz da artıraq və həmişə enerji dolu bir müğənnimizi studiyamıza dəvət edirik. Qonağımız isə idmanı sevən müğənni, həmişə formada qalan İlqar Xəyaldır. Buyurun İlqar. Forty's a new 30, baby, you a rockstar. Dale veterana que tú sabes más de la Xoş gəlmişsiniz İlqar müəllim. İlqar, sizə necə müraciət eləsəm, artıq müraciət elədim, amma sizlə rahat olar yəni.
Siz doğrudan da mənə artıq müraciət etdiniz. Yəni mən üçün heç bir problem yoxdur. Xaricdə mənə xəyal deyə müraciət edirlər. Çünki xəyal onların daha tez yadında qalır. İlqar. Türklər misal üçün mənə İlqar deyirlər və hərdən İlkər də deyirlər. Ola bilər ki, İlqar Xəyal adında o qədər pozitivliyi var ki, çünki siz neçə ildir artıq səhnədəsiz və həmişə pozitivliyinizlə yadda qalmısınız. Nədən irəli gəlir bu qədər pozitivlik? Mənim gənc dostlarım, deməli, mən səhnədə öz səhnə imicimi qəbul eləyəndə mən İlqar Xəyal, necə deyirlər, ləqəbi ilə səhnəyə çıxdım. Deməli, Xəyalla əslində heç bir bağlantınız olmur. Hənifəzadə və İlqar Hənifəyev kimi səhnəyə çıxmaq istəmədim. Sizcə niyə idmanı sevən müğənni deyildə ilk olaraq siz yola düşürsünüz məsələn? Mən ordu sıralarından deməli qayıdandan sonra düz 6 il, hələ 86-cı ildən düz 92-ci ilə qədər mən hələ dənizkənarı parkda gündə 3 kilometr qaçmağa davam edirdim. Yəni bu mənim gündəlik rejimin əsas bu formu qorumaq üçün, sağlamlıq üçün. Daim formada qalmaq üçün məhz idmanla məşğul olmaq lazımdır, yoxsa başqa? Həm nəfəsimi açmaq üçün, həm diafraqmamın yüksək vəziyyətdə olmağı üçün, formada qalmaq üçün. Yox, gənc qalmaq haqqında düşünməmişəm sözünü. Amma qalmışsınız. Doğrudan. Yəni siz bilirsiniz ki, mən qocayam, amma gənc qalmışam. Qocalığınızı heç hiss olunmuram. Yəni niyə bəs siz idman dalınca professional şəkildə getmədiniz, amma müğənniliyin dalınca getdiniz? Yəni necə baş verdi bu hadisələr? Mən idmanın dalınca getməməyimin səbəbi odur ki, mən artıq peşəkar musiqi ilə məşğul olmağa başlamışdım. Çünki mən heç vaxtı yəni qolumun güclüyü ilə digər dostlarımın arasında öyünməmişəm. Yəni bu mənada ki, mən elə uşaqlıq illərindən, mən artıq 2-ci sinifdə orta məktəbdə oxuyanda mən beynəlxalq müsabiqələr laureatı olmuşam. Yəni ki, idmanda yoxsa musiqidə? Musiqidə. Mən 4-cü sinifdə oxuyanda mən Azərbaycan musiqi məktəblərinin şərəfini Sovet Sosialist Respublikalarında qorumuşam. Moskva şəhərində məsəl üçün birinci yer tutmuşam. Minsk şəhərində birinci yer tutmuşam. Sonra Türkmənistanda Ümumİttifaq deməli uşaq gənclər müsabiqəsində mən deməli musiqi sahəsində Grand Prix qazanmışam və Türkmənistanın bəstəkarlar cəmiyyətinin sədri Çarı Nurumov mənə birinci dərəcəli Grand Prix-ni təltif eləyib. Mən də necə deyirlər, sözsüz ki, məktəb illərində qazandığım nailiyyətləri gələcəkdə davam etdirmişəm və musiqi sahəsində. Yəni fikirləşdiniz ki, səsinizə mane ola bilər idmanla məşğul olsanız, yoxsa necə? Yox, əksinə idmanla məşğul olmuşam ki, səsim açılsın. Bəli. Siz həm də İdman Azərbaycan kanalında aparıcı, bəli, Çempionlar Klubu efirinin aparıcısısınız. Bəs hansısa bir idmançının mükafatını, yəni nəticəsini təqdim edəndə ki, istəmirsiniz ki, siz özünüz onun yerində olasınız? Hər bir insanın bu həyatda öz şansı, öz fortunası var. Yəni siz bu günləri bu verilişi aparırsınızsa, o demək deyil ki, siz gələcəkdə mütləq aparıcı olacaqsınız. Siz necə deyirlər, bir pərvanə kimi inşallah hərəniz öz istədiyiniz peşələrə uçacaqsınız. Yəni bu peşələrə yiyələnəcəksiniz. Amma bizim əlavə peşələrimiz də var, hansı ki onu İlqar müəllim bilmir. Əli məsələn Mən basketbolla məşğulam və Azərbaycan çempionam. Xəyallə də güllə məşğuldur. İdman ustasıdır. Gimnastika üzrə. Xeyr, güllə atıcılığı üzrə, güllə atıcılığı üzrə. Yəni ki, bizim artıq idman sahəsində müəyyən dərəcədə olsa anlayışımız var. Siz məni hara gətirmirsiniz? Düz atıcının yanında əyləşdirmirsiniz. Və yeri gəlmişkən mənim də ailəmdə idmançı var. Qorxmayın, silahım hazırda yanımda deyil. Yox, hələ silahınız olsaydı mən heç vaxt burada əlinin yanında oturardım. O zaman mənim də evimdə, yəni mənim də ailəmdə idmançı var, peşəkar idmançı var. Mənim kiçik oğlum Azərbaycan Respublikasının deməli idman gimnastikası üzrə Azərbaycan Respublikasının çempionudur. Əla. İndi onu deyə bilərəm ki, bizə yeni qoşulan maqımız Zaur özünü məşğul olduğu oxatma idmanı haqqında süjet hazırlayıb. Gəl süjetə baxaq. Bəli, süjetə baxmamışdan qabaq elə onu da deyim ki, bizə qoşulan yeni maqların sayı demək olar günü-günə artır və ümid edilir ki, onların süjetləri də maqlarımız tərəfindən çox baxımlı olacaq. Gəl elə süjetə baxaq. Hələ qədim zamanlardan insanlar qida əldə etmək məqsədi ilə ox və kamanlardan istifadə ediblər. Sonralar tayfalararası münaqişələri həll etmək üçün də ox və kaman ilk insanların köməyinə çatıb. Dövrlər dəyişib, cəmiyyətlər inkişaf etsə də, həmin alətlər bu gün də bizim həyatımızın bir hissəsidir. Ancaq müasir insanlar onlardan tam fərqli məqsədlə idman aləti kimi istifadə edir.
Xalqımızın milli oyunları sırasında oxatma özünə məxsus yer tutur. Bu idman növü insanların fiziki inkişafında və estetik tərbiyəsində böyük rola malikdir. Ölkəmizdə bu idman növü 1972-ci ildə yaradılıb və o dövrdə Azərbaycan idmançıları yüksək nəticələr göstərirdilər. İndi isə kamandan oxatma ölkəmizdə çox da məşhur deyil. Ancaq son illərdə bu sahədə də inkişaf müşahidə olunur. Bu illərdə idmançılarımız çox məsuliyyətli yarışlarda iştirak edir. 5 respublika rekordu vurulub. Beynəlxalq yarışmalarda 3 qızıl medalçımız var. Gələcəyə ümidlərimiz çoxdur. Hazırda respublikamızda bu idman növünün inkişafı üçün Gənclər və İdman Nazirliyinin köməyi ilə Kamandan Oxatma Federasiyasının tərəfindən yeni alətlər alınır. Tirlər, açıq meydançalar tikilir. Hövsan Olimpiya kompleksində iştirak etdiyimiz məşqdə də biz gənclərin bu sahəyə marağının şahidi olduq. Kamandan oxatma ilə 4 ildir məşğulam. Azərbaycan çempionuyam və beynəlxalq turnirlərin iştirakçısıyam. Hal-hazırdakı vəzifəmiz 2013-cü ildə Çində keçirilən dünya çempionatına hazırlaşmaq. Ən əsas məqsədimiz isə Rio de Janeiro'da 2016-cı ildə keçirilən olimpiyadaya lisenziya qazanmaq və Azərbaycanı layiqincə təmsil etməkdir. Müasir kaman bir neçə hissədən ibarətdir. Kamanın alt və üst qolları, dəstəyi, yay, təmzimləyici sistemlər və nişangah. Bu idman növündə keçirilən yarışlar isə 2 mərhələdən ibarətdir. Birinci start dövründə atıcılara müvafiq dərəcələr verilir. İkinci mərhələdə isə idmançılar sparingdə yarışır. Bu zaman rəqibin konkret şəxs olur və onunla təkbətək yarışmaq idmançılardan fiziki güclə bərabər həm də psixoloji hazırlıq tələb eləyir. Oxatanlar üçün əsas keyfiyyətlərdən çalışqanlıq, dözümlülük və inamdır. Çünki inamsız atəş heç vaxt alına bilməz. Kamandan oxatma idman növü üzrə milli komandamızın məqsədi beynəlxalq yarışlarda ölkəmizi təmsil eləmək və ən əsası Olimpiya oyunlarına qatılmaqdır. Gənclərin bu sahəyə marağı Azərbaycanda bu idman növünün gələcəyinə ümidləri daha da artırır. Mən də bu peşəkar idmançılardan geri qalmıram. Azərbaycan Respublikasının kamandan oxatma yığma komandanın üzvüyəm. Öz bacarığımı sizə nümayiş etdirmək istəyərdim. Süjetə baxdıq, çox maraqlı idman növüdür oxatma. Yəqin ki, mən də məşğul olacağam gələcəkdə. İrşi, sən elə hansı idman növünü görsən, mən də məşğul olacağam. Bəs İlqar müəllim, siz heç istəmisiniz oxatma idman növü ilə məşğul olasınız? Mən oxatma idman növü ilə məşğul olmamışam, amma oxatma idman növünün tarixi haqqında maraqlanmışam və oxatma idman növünün qayda və qanunları haqqında bir balaca maraqlanmışam. Oxatma idman növünün Olimpiya növü olduğunu bilirəm. Oxatma idman növü üzrə dünya çempionatları, Avropa çempionatlarının keçirilməsini bilirəm. Və bilirəm ki, ox atma növü, yəni idman kimi yox. Hələ bizim eramızdan əvvəl antik insanlar tərəfindən də necə deyirlər, qəbul olunmuş bir soyuq silah növü olub. Fransada artıq 18-ci əsr, 19-cu əsrin əvvəllərində, 18-ci əsrin axırlarında Pierre de Coubertin Olimpiya oyunlarının yeni təsisçisi olub. Artıq 1920-ci, 24-cü ildə ilk Olimpiya oyunları keçirilməsi təşəbbüsü məhz fransız ictimai xadimi deməli Pierre Coubertinə aiddir. Və artıq deməli müasir Fransada oxatma idman növünü müasirləşdirərək, yəni ona qayda, qanunlar tərtib edərək yeni formada yeni nizələrlə, yeni oxlarla daha doğrusu bu idmanı təsis ediblər. Mənə çox maraqlıdır ki, bəs sizin gələcək oxlarınızın istiqaməti haradır? Yəni hədəflər nədir gələcəyə? Yaradıcılıq barədə məlumat. Mənim bir zamanlar istiqamətim yalnız sarı rəngli olub. Çünki mən Sarı Güllər mahnısı ilə populyar olmuşam. Bu Karvan qrupunun və Azərbaycan Respublikasında, müstəqil Respublikasının ilk rəsmi kliplərindən biri olub. Yəni ilk kliplərimiz Qara Gözlər, Sarı Güllər, Qərib Durmalar. Niyə rənglərlə bağlamısınız siz bütün musiqi adlarını? Qara, sarı, yaşıl. İlk mahnımın adı Sarı Güllər ayrılıq gətirər, yəni gözəl xanımlara sarı. Və bu sarı güllər bağışlamıyor, çünki sarı güllər ayrılıq rəmzidir deməkdir. Və yeri gəlmişkən siz dinamikadan danışdınız verilişin əvvəlində.
pozitivlikdən, dinamikadan danışdınız. Mən fikir verdim ki, Mən siz nəzərdə tutmuşdum. çox sağ olun. Bugünkü gəncliyin dinamikası yalnız 6-8-lik, bir də marş ritmləri üstündədir. Ya da ki 6-8 deyəndə nə nəzərdə tutulur? Şəxsən mən bilmirəm. Rakata çıkata. ya da ki bu ritim. Yəni bəli, siz də düşəsiz ortalığa. Yəni bundan sadə nə ola bilər? Ancaq swing, twist, la bamba misal üçün, yəni ritmlərin sayı çoxdur. Bunları yəni tutmaq üçün bu ritmləri, xüsusi məşqlər, yəni rəqs məşqləri keçmək lazımdır. Yox, sadəcə olaraq bu mahnılar səslənməlidir ki, insanlar da bu mahnıları eşitsinlər və necə deyirlər, bu günləri cəmiyyətimizdə çox qəribə bir xəstəlik yaranıb ki, mən misal üçün şahidi olmuşam ki, 6 saatlıq bir korporativ gecənin 6 saatın hamısı 6-8 ritmində olur. Burada DJ-lərimizə səsləndik ki, arada biraz ritmi dəyişdir. Mamet sən də səslənir. Yəni ki, mütləq mənada ritmləri dəyişmək lazım. İdmanın növləri olduğu kimi, rənglərin harmoniyası olduğu kimi, qırmızı, ağ, bəyaz, qara və s. ritmdə də yəni müxtəlif ritmlər var ki, onları dəyişib, onların altında rəqs eləməyi bacarmaq lazımdır. Amma Qara Gözlər mahnısını yəni bu gün ifa etməsək də olar, amma dinləsəniz, yəni twist ritmində yazılıb o. Səslənsin və İlqar müəllim də çox məmnun olaraq ki, onun twist rəqsinə şahid olaq. Bax, burada deyirlər, dilim olasan dilim. İndi mən bu yaşımda siz məni twist heç də oynamağa sizin çox yaxşınız yoxdur və bizim efirdə hər şey gözləmir. Amma yeri gəlmişkən deyim ki, Qara Gözlər mahnısının soundu səslənəcək, qulaq asacaq və rəqs eləyəcək. Sözsüz ki, rock'n'roll twist ritmləri hardasa eyni ölçüdədir. Yəni, əgər siz musiqi məktəbinə getmişsinizsə, bilirsinizsə, ya deməli 2 çərəyə, ya da 4 çərəyə gedir. Yəni, 1, 2, 1, 2. Musiqimiz gəlsin. 1, 2, 1, 2. Super olundu. Çox təşəkkür edirəm. Oradan tempo maksimuma qalxdırdı. Gəl elə söhbətimizə davam edək Qarmen. Mövzumuzun idman olmağına baxmayaraq, biz əslində burada rəqs dərsləri də almış olduq. Amma yenə də qayıdaq idmana da. Siz bəlkə də bizim Bakı həndbolçularımızı tanıyırsınız, amma 100% bölgə həndbolçularımızı tanımırsınız. Gəlin elə Əlinin bölgə həndbolçusu sürətlə bax. Özü də qızlardan ibarət. Həmişə formada qalmağın ən mükəmməl yolu idmandır. Bütün dünyada məşhur olan idman növlərindən biri də handboldur. Bu oyunun 6-sı meydançada, biri isə qapıda mübarizə aparmaqla 7 oyunçu ilə oynanılır. Handbol bir komanda oyunudur. Oyunun müddəti 30 dəqiqədən ibarət olan 2 hissədən ibarətdir. Yarandığı ilk illərdə böyük stadionlarda 11 nəfərdən ibarət komandalar şəklində oynanılan handbol 1950-ci illərdən sonra bir salon idmanına çevrilir və açıq sahə idmanı kimi məşhurluğunu itirir.
Tarixi və keçmişini bilən İvanovka kəndinin gənclərinin idmana marağı çox böyükdür. Məhz belə bir kənddə Gəncəndə İdman Həndbol komandasının olması isə sevindirici bir haldır. Qədim tarixi, özünə məxsus adət-ənənələri ilə seçilən İsmayıl rayonunun İvanovka kəndinə səyahətim həm də mənə yeni dostlar qazandırdı. Əslində Malakan təriqətli qədim dağ kəndində qızlardan ibarət həndbol komandası ilə rastlaşacağım heç ağlıma belə gəlməzdi. Ancaq bu hadisə baş verdi və mən bütün maqları onlarla tanış etmək qərarına gəldim. Гандбол у нас в Ивановке зародился уже лет. Həndbol İvanovkada 15-20 il bundan əvvəl yaranıb. Elə o vaxtdan kəndin həndbol komandasının yaxşı nəticələri olub. İndiki zamanda isə çətinliklərə baxmayaraq biz məşqlərimizə ara vermirik. Daim çalışırıq. Elə bu yaxınlarda Mingəçevirdə keçirilən Respublika çempionatında 3-cü yeri tutmuşuq. Bu bizim böyük uğurumuz idi. İvanovkanın həndbol komandası bu işlə peşəkar olaraq məşğul olur və onlar ölkəmizin idman həyatında aktiv iştirak edirlər. Bu komandada yetərincə bacarıqlı gənclər toplaşıb ki, onlardan biri də Annadır. Mən idmanı çox sevirəm, xüsusilə də həndbolu. Həndbol bir şansdır. Şanslı ona görə ki, bu böyük idmana açılan qapıdır. Xüsusən də Azərbaycanda. Ölkəmiz hər sahədə inkişaf edir. İdmandakı inkişaf isə göz qabağındadır. Mən həndbolla məşğul olmağa 4-cü sinifdən başlamışam. Bu mənə böyük stimul verdi. Mən gələcək karyeramı məhz Azərbaycanda qurmaq istəyirəm. İstəyirəm ki, Azərbaycanın uğurları üçün çalışım. Doğrudan da həndbolçu qızlarımıza çox böyük uğurlar arzulayırıq. Supersiz və uğurlarınızın davamını mütləq gözləyirik. İlqar müəllim, çox sağ olun ki, gəldiniz. Yəqin ki, sonda bizim üçün bir mahnı ifa edəcəksiniz. Və mən böyük məmnuniyyətlə sizə Ərköyün qız mahnısını ifa etmək istəyirəm.
Bu günlük isə bizə ayrılan efir vaxtımız sona çatdı. Həmişəki kimi təklif və iradlarınızı Facebook səhifəmizə göndərməyi unutmayın. Biz həmişə deyirik ki, gənclər aktiv olun, amma heç də mən sizdən aktivlik görmürəm. Aktiv olun, talantınızı heç də çəkinməyin ki, siz maqa çıxa bilməzsiniz. Elə maq sizin üçün yaranıb, bütün talantınızı burada göstərmək üçün. Bu günlük isə bu qədər. Bizə müraciət edin.